Biz çox vaxt soyqırım adı hallarında ilk silahlandırdığımız şəxs Hitler olur. Ancaq niyə məhz Hitler? Özlərinin mədəniyyətin beşiği adlanan Avropa xalqlarının tarixinə baxsaq, törətdikləri bir çox qətliam və soyqırımları görmək olar. Amerikanın və Afrikanın kolonizasiyasında öldürülən milyonlarla insanın xərcləri fərqli olduğu üçün qul edilən millətlər. Şərqdə sosialistlərin Stalin və Mao'nun törətdiyi soyqırımları niyə yada salmırıq? Gəlin bu sualın üzərinə biraz dərindən düşünək. Niyə bəşəriyyət Mao'nun 40 milyon, Stalin 20 milyon insanı məhv etməsini deyil, məhz Hitlerin tarixini yeganə şeytan kimi tanıyır? Bunun birinci səbəbi Hitlerin bu cinayətləri mədəni Avropanın tam mərkəzində törətməsidir. Avropada əsrlər boyu Afrikada, Asiyada, Amerikada insanlar qətlə yetirəndə bunu vəhşilərin mədəniyyət aparmaq adı altında maskalayırdı və dünya buna susub. Lakin Hitler eyni vəhşiliyi, eyni yıkıcı yanaşmanı gətirib Avropanın öz göbəyində ağdərili və Avropalı insanlara qarşı tətbiq etdi. İkinci səbəb sənaye üsulu ilə qətl layihəsidir. Hitler sadəcə insanları öldürmədi. O insanları fabriklərdə məhsul istehsal edilmiş kimi qaz kameralarında konveyer sistemi ilə soyuq bir bürokratik hesabatla məhv etdi. Bu sistemli və qəddar mexanizm insanlığın psixologiyasında silinməz bir travma yaratdı. Üçüncü və ən əsas səbəb isə qaliblərin mediasıdır. İkinci Dünya müharibəsindən sonra dünyanı idarə edən və medianı əlində saxlayan güclər öz müstəmləkə keçmişlərini gizlətmək və özlərini dünyanın xilaskarı kimi təqdim etmək üçün bütün qlobal yaddaşı tək bir nöqtəyə köşlədilər. Hitlerin şər qübbə olduğu, onların dünyanın tək bir şeytanı nifrət etməyə proqramlamışdılar ki, öz qanlı əlləri diqqətdən qaçsın. Çünki tarix həmişə qaliblər yazır. Amma gəlin o maskaları tamamilə düşürək və tarixin gizlədilən digər səhifələrinə baxaq. Məsələn, Belçika kralı 2. Leopold, o Afrikanın mərkəzində Konqoda rezin və pis sümüyü kvotasını doldura bilməyən yerli insanlara, hətta az yaşlı uşaqlar əllərini, ayaqlarını kəsdirirdi. Leopoldun mədəni siyasətinin əsasında 10 milyon yaxın insan vəhşicəsinə məhv edildi. Bəs bu gün neçə insan Leopold adını eşidəndə ağlına soyqırım gətirir? Yaxud üzərində günəş batmayan Britaniya imperiyası onların Hindistanda tətbiq etdiyi süni aclıq siyasəti nəticəsində milyonlarla insan acından can verdi. Təkcə 1943-cü ilin Benqal aclığında Churchillin qərarları ucbatından 4 milyondan çox insan tələf oldu. Bəli, faşizmə qarşı qəhrəman kimi qələmə verilən Churchill Hindistanlar üçün bir cəlladdan fərqsiz idi. Kommunizm ideologiyası adı altında törədən kütləvi qırğınlar isə rəqəmlərin dil ilə Hitler belə kölgədə qoyurdu. Çində Mao'nun böyük sitayiş adlandırdığı ulusal iqtisadi eksperimentlər və siyasi təmizləmələr nəticəsində 40 milyondan çox insan aclıqdan və edamlardan həyatını itirdi. İsraildə isə Stalinin qulaq düşəcəyi ilə Ukraynadakı Holodomor və Qafqaz xalqlarının bir gecədə öz torpaqlarına vaqonların doldurularaq Sibirə sürgün edilməsi ilə bəşər qarşı silinməz cinayətlər törətdi. Hitlerin törətdiyi vəhşiliklər heç bir şey təmizə çıxara bilməz. Bəşər tarixinin ən qara ləkələrindən biridir. Lakin dünyayı idarə edən güclərin digər qətliamları görməzdən gəlməsi və yaddaşlarda silinməyə çalışması tarixin ən böyük ikiyüzlülüyüdür. Əgər bir cinayət rənginə, coğrafiyasına və ideologiyasına görə fərqləndirirsə, deməli biz hələ də insanlığın tam anlaya bilməmişik. Çünki qurban